Azərbaycan xalqı, şəhid valideynləri, şəhid ataları, şəhid anaları. Mən elə bil ki, bu şəhid balamın plakatı Pakravat'daydı. Oradan söktülər, əcidədilər, apardılar, gizlətdilər. Tapdım, çıxartdım, düzəldilər, salonlar. Alda polisin rəhbərliyi düzəltdirir. Gətirmişəm oğlumu, elə bil ikinci dəfə şəhid gəlir atanın üstünə. İkinci dəfə oğlum şəhid oldu. Orada bir boş yerdə qoymadılar uşağımı plakatı qala. Gətirmişəm Ağdamın Quzanmış kəndində şəhidlər, şəhid balaların cərgəsində oğlumu plakatı başlayacaq. Atıya belə zulüm verirlər, belə işgəncə verirlər. İkinci dəfə şəhid atasının o nətər deyim, işgəncə çəkməyi yaşatdılar bizim millət. Bunu demək istəyirəm, buna baxın hörmətli xalqın, millətin.